Daşınmaz əmlakın kadastr uçotu dedikdə nə başa düşülür? Daşınmaz əmlakın kadastr uçotu kadastr orqanı tərəfindən daşınmaz əmlak obyektlərinin yerləşmə, kəmiyyət və keyfiyyət göstəricilərinin müəyyən edilməsi və ilkin, habelə yeniləşən məlumatların daşınmaz əmlakın kadastrında qeydə alınmasıdır. Uçota cəlb edilən obyektlərin sayından, işin həcmindən asılı olaraq kadastr uçotunun iki növü vardır. Sistemli kadastr uçotu işləri, sporadik kadastr uçotu işləri. Sistemli kadastr uçotu işlərinə hər hansı bir rayonun inzibati sərhədləri daxilində və ya ölkə miqyasında aparılan kadastr uçotu işlərini aid etmək olar. Sporadik kadastr uçotu işlərinə vətəndaşların fərdi müraciətləri əsasında bu və ya digər konkret daşınmaz əmlak obyekti ilə bağlı aparılan uçot işləri aiddir.